Ölkədə mövsümi respirator xəstəliklərin artması fonunda COVID-19 virusu yenidən gündəmə gəlib. Təbii xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva qeyd edib ki, hazırda ölkəmizdə koronavirusa yoluxanlar var. Zat bütün respirator xəstəliklər necədirsə COVID-19 da elədir. İndi mövsümdür və respirator xəstəliklər yayılıb. Hazırda COVID-19-un digər respirator xəstəliklərlə yanaşı mövsümi şəkildə artması nə dərəcədə təhlükəlidir? Əhali nəyə diqqət etməlidir? Qlobal İnfo Azad danışan funksional tibb mütəxəssisi terapevt Sevinç Musayeva bildirib ki, hazırda koronavirusun digər respirator xəstəliklərlə paralel şəkildə artması mövsümün bir prosesdir və gözlənilən haldır. Ancaq bu artım təhlükəli də ola bilər. Qrip virisi və adenovirus kimi infeksiyalar eyni zamanda aktivləşdiyi üçün xəstəlik daha sürətlə yayılır, xüsusilə də risk qruplarında ağırlaşmalara səbəb ola bilər. Bugün müşahidə etdiyimiz COVID-19 ştamları ümumilikdə daha yüngül gedişlidir. Amma bir neçə respirator virusun eyni anda dövr etməsi immun sistemi zəif olan insanlar üçün daha ciddi problem yaradır. Terapevt əlavə edib ki, əhali ehtiyat tədbirlərinə diqqət etməlidir. Qızdırma, öskürək, boğaz ağrısı, halsızlıq, dad, qoxu itkisi, baş ağrısı kimi əlamətlər olduqda insanlar özlərini izolyasiya etməli və həkimə müraciət etməlidirlər. Diabet, ürək, damar, asma, autoimmun xəstəlikləri və zəif immun sistemi olan şəxslər respirator infeksiyalara qarşı daha ehtiyatlı davranmalıdır. İctimai yerlər əl gigiyenasına əməl etmək, insan sıxlığında maskadan istifadə, tez-tez havalandırma aparmaq infeksiyanın yayılmasının qarşısını almağa kömək edir. Xəstəlik simptomları olan şəxslərin sosial təmasları məhdudlaşdırması həm özlərini, həm də ətrafdakıları qorumaq üçün vacibdir. Xəstəlik simptomları olan şəxslərin sosial təmasları məhdudlaşdırması həm özlərini, həm də ətrafdakıları qorumaq üçün vacibdir.